Bilirsiniz ki, sahabə gəlir, namazını qılır, tez-tez qılır. Allah Rəsulü onu 3 dəfə qaytarır. Deyir ki, get namaz qıl, sən namaz qılmamısan. Üçüncüdə deyir ki, səni haqla göndərənə and olsun ki, bundan başqasını bilməm. Ay oğul, çevir mən tərəfə. Üzvü çevir mən tərəfə. Stolu çevir, stolu. Stolu çevir. Tez. Axıra kimi. Ay İslam, qulaq as. Dəstə danışmaq olmaz. Deməli, birincisi nədir? Rukun, yəni qiyam, ayaq üstə durmaq. Peyğəmbər sallallahu əleyhi və səlləm həmin kişiyə öyrədir. Deyir ki, səni haqla, o kişi deyir ki, səni haqla göndərən and olsun ki, bundan yaxşısını bilmirəm. Və o kişi deyir ki, indi Allah Rəsulü ki, səni öyrədirəm. Deyir ki, namaza duranda qibləyə tərəf dur, şərti öyrədir ona. Dəstəmaz al, sonra qibləyə tərəf dur, sonra ayaq üstə göstərir. Dur deyir, Allah akbar. Və göstərdi, nə etməlisən? Ayaq üstə dayanmalısın. Yəni, həm ayədən, həm də hədisdən dəlil. Deyir ki, İzə qumtə ilə salati fəkəbbir. İzə qumtə deyir. Duranda, ayaq üstə duranda namazda deyir, fəkəbbir, təkbir gətir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm başqa ayədə, başqa hədisdə deyir ki, bir kişiyə gəlib deyir ki, ya Rasulullah, mən ayaq üstə qıla bilmirəm. Deyir ki, salli qaimən. Deyir, ayaq üstə qıl. Deyir, əgər bacarmırsansa, fə illəm təstati fə qaidən. Deyir, əgər bacarmırsansa, otur qıl. Fə illəm təstati və alə cəmbin. Deyir ki, böyrü üstə uzan qıl.